Ötən ilin yekununda 140 nəfər şagirdimiz təhsil şöbəsində keçirilən istedad sorağında tədbirində Respublika və eyni zamanda beynəlxalq müsabiqələrdə qalib gələn 140 nəfərdən çox şagirdin əməyi qiymətləndirildi. Yəni onlara fərqli fərmanlar və qiymətli hədiyyələr verildi. Bir neçə gün bundan qabaq Hafız müəllim mənə məlumat verir ki, bu illəri ondan çoxdur şagirdlərin sayı. Yəni artıq 10 vərəq üzərində siyahı yığmışam, hələ də siyahı davam edir. Maşallah nailiyyətlərimiz çox böyüdür. Bax, bu nailiyyətlər sizlərin nailiyyətlərdir. Ona görə də bax, əməyi olan hər bir insanın ünvanına mən alqışlar xahiş edirəm. Alqışlar. Təbii ki, büyücü tədbir olduqca əhəmiyyətlidir. Əhəmiyyətlidir birinci növbədə ona görə ki, bu tədbir deyək, interaktiv təlim texnologiyaları ilə və interaktiv təlim metodları ilə olan bir tədbirdir. Yəni, belə tədbir rayonunda ikincisidir keçirilir. Birincisi, məktəb daxili olub, ancaq rayon səviyyəsində keçirilən. Birincisi, bu Kürtbaşı məktəbində olub, mən orada iştirak edə bilməmişəm. Mən burada Kürtbaşı məktəbinin nümayəndələrini görürəm və təbrik edirəm onları bu gözəl tədbir münasibəti ilə. Doğrudan da gözəl uğurlu bir tədbir olub Kürtbaşı məktəbində. Və ikinci tədbir də bugün Topçu məktəbində reallaşır. Təbii ki, bu kollektiv və minnətdaram ki, razılaşıb bu ağır yükü öz zərlərini götürüb və belə məvfəqiyyətli, uğurlu bir tədbir alınır. Və nəzərə alaq ki, müasir dövrün tələbi interaktiv təlim metodları və texnologiyalarını gör, bu insanlar və bizə qulaq asan, bizimlə əlaqəli olan insanlar bugün nə qədər yeni şeylər öyrənirlər. Əlbəttə, mən buna görə hədsiz minnətdaram. Və məxsus minnətdarlığımı Ruhiyyə müəllimənin ünvanına göndərirəm. Yəni, təşəkkür edirəm Ruhiyyə müəlliməyə ki, bugün bu konferansın koordinatorudur və çox gözəl şəkildə bu konferansı idarə elədi. Çox böyük əziyyət çəkdi və bu əziyyətinə görə mən ona hədsiz minnətdarlığımı bildirəm, təşəkkür edirəm. Və təşəkkür edirəm təhsil şöbəsinin kollektivinə və məxsus olaraq Şəfaqət müəllimə ki, bu tədbirin hazırlanmasında çox böyük əməyi var Şəfaqət müəllimi. Doğrudan da Şəfaqət müəllim təhsil şöbəsində fəaliyyətə başlayandan, yəni öz yüksək fəaliyyəti ilə seçilir və uğurlar arzu edirəm, müvəffəqiyyətlər arzu edirəm, ən başlıcası isə can sağlığı arzu edirəm. Və təbii ki, kimlərin sadiyyatından çıxırsa mən onlardan üzr istəyirəm. Yəni, əməyi olan bir şey bilin ki, təhsildə əməyi olan hər bir insanın biz əməyinin ən yüksək səviyyələrdə qiymətləndirməsinə nail olacaq. Yəni, istər dövlət səviyyəsində, istər nazirlik səviyyəsində, istərsə təhsil şöbəsi və ya rayon icra hakimiyyəti səviyyəsində qiymətləndirməsinə biz nail olacaq. Buna biz bütün qüvvəmizlə səy göstərəcəyik. Bugünkü konferansın mövzusu multikulturalizmə həsr olunub. Mən düşünürəm, multikulturalizm sahəsində məktəblərin, təhsil işlərinin üzərindən çox böyük vəzifələr düşür. Çünki həm şagird evdə, haradasa 6 yaşa qədər evdə tərbiyə olunursa, lakin 6 yaşdan sonra 11-ci sinifə qədər məktəbdə olur və tərbiyə məktəbdə alır. Bəzən məktəbin fəaliyyətinə, təhsilin səviyyəsinə görə qiymət verirlər. Ancaq mən elə gəlir ki, məktəbin fəaliyyətinə qiymət verirkən biz tərbiyəni önə çəkməliyik. Əsas şərt tərbiyədir. Birinci növbədə biz şagirdlərimizi tərbiyə eləməyə diqqət yetirməliyik. Bu baxımdan bugünkü konferans çox əhəmiyyətlidir. Və mən burada iştirak edən bütün zamanda bizimlə əlaqəli olan bütün insanlardan, bütün təhsil işlərindən xahiş edirəm ki, şagirdlərin tərbiyəsinə həmişə önəm verin. Biz Azərbaycanımız üçün ləyaqətli əsl vətəndaş yetişdirmək bizim bir nömrəli borcumuzdur. Və bu vətəndaş hər bir keyfiyyətlərə malik olmalıdır. Yəni, həm etik baxımdan, həm estetik baxımdan, həm vətənpərvərlik tərbiyəsi baxımdan, həm multikulturalizm baxımdan və digər tərəflərdən. Bir sözlə, sözün əsl mənasında cəmiyyət üçün normal, yüksək səviyyəli vətəndaş yetişdirmək biz müəllimlərin, biz təhsil işlərinin çox mühüm vəzifəsidir. Eyni zamanda bu texnologiyalar bizə böyük imkanlar açır ki, bu imkanlarını istifadə edib şagirdlərə daha yüksək biliklər aşırıyaq. Bax, bu yolda hər birinizə uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Arzu edirəm ki, bu konferanslar davamlı olsun və belə konferanslar deyək ki, növbəti ildə də davam eləsin. Ayrı-ayrı məktəblər də belə tədbirlər hazırlasınlar, bizləri dəvət eləsinlər
və böyük məmnuniyyətlə həmin tədbirlərdə iştirak edək. Bugünkü tədbirlərdə gecikdiyimə görə hamınızdan üzr istəyirəm və ya səbəbim açıqladım. Bir daha bugünkü konferans münasibəti ilə hər birinizi ürəkdən təbrik edirəm. Konferansda əməyi olan hər bir insana öz dərin təşəkkür və minnətdarlığımı bildirirəm və təhsil sahəsində sizlərə böyük uğurlar və özünüzə, əzlərinizə isə can sağlıqlar diliyorum. Diqqətinizə görə təşəkkür ederim. Çok sağ olun Rasim Bey'im. Yani ki Rasim Bey'im geçmişlerden sonra söz demek yok. Birden bugün Gürcistan'da Respublika Cumhuriyeti dönem demişler. Yani o tedbirlerle beraber. Ruhiye Bey'ime koşulan yoktu ki. Pedagojik kolektif ve devlet tedbirlerine cevap veriyor. Ona göre ola bilsin ki Faik müəllim bu yüzden müsait değil. Bizimle əlaqə saxlayabilməyəcək. Evi yoktu. Əlaqə yaradan özüyle şahsen. Hem dünən demişti bize ki sabah Respublika Cumhuriyeti demişti onu ki ola bilsin bir qədər tədbirlər var, çətinliklərimiz oldu. Ruhiye müəllimə çok sağ olun, teşekkür edirik. Ama həddən artıq çox əziyyət verdi sizə doğrudan. Çok sağ olun Faik müəllim. Ruhiye müəllim, səhvdən çıxmayın ha. Biz bu konferansı keçirə bildik. Əslində gelinin aslında görülsə də çox çətin bir prosesdir. Mən bütün məktəb kollektivini təbrik edirəm və orada olan bütün konferans iştirakçılarına təşəkkürümü bildirirəm. Siz sağ olun, siz də sağ olun. Ruhiye müəllim, hələ ad boy vermə. Hafiz müəllimin sözü var, həmişə konferanslarımızda Hafiz müəllimin bütün konferans iştirakçıları çıxışını gözləyir. Hafiz müəllim buyurun. Ben de bütün konferansa koşan təhsil işlərimizin hamısını salamlayıram və bu konferansın içine uğurlar arzulayıram. Doğrudan da burada oturup baktıkça bir fəxr duyurur, bir fəxarət duyurur ki, bizim bu dəqiqə təhsil və İsmaili təhsil işləri artıq dünyanın neçə ölkəsindən təmasdadırlar, neçə ölkəsinin təhsil işlərindən təmasdadırlar, onların təcrübələrini öyrənirlər, onlara öz təcrübələrimizdən onlara pay veririk və bu bizim hamımızı düşündürür və bu günləri fəxr duyurur. Bu işlərin hamısında yerinə getirən elə bizim müəllimlərimizdir, bu sahədə çalışan o təhsil işlərimizdir və deyim ki, son illər bu İKT sahəsində əldə olunan nailiyyətlər elədir ki, o Respublikamıza o təmasda olandan sonra o ilk və birincilər sırasında İsmail'də bu işə qoşuldu və bu günləri çox böyük uğurlar qazanmışıq və bu uğurların da ilk başlanğıcı da şəhər bir nömrəli məktəbinin müəllimləri başladılar və onunla yanaşı ona da rəhbərliyi o vaxtda Şəfaqət müəllim rəhbərliyi verildi və bu günlərin onu elə bir şey yaydı. Artıq bizim rayonumuzun bir neçə məktəbləri, çox məktəblərimizdə bu İKT sahəsində çox böyük uğurlar əldə edirlər. Böyük layihələrə qoşulurlar, bu layihələrdə qələbələr qazanırlar. Dünyanın demək olar ki, bütün təhsil ocaqlarından sanki bizim İsmail məktəbləri bir növ təmasdadırlar, inteqrasiya giriblər. Bu bizim hamımızı sevindirir, həqiqətən də çox sevindirir və bu münasibətlə, bu gözəl konferans münasibətlə mən də sizi hamımızı təbrik edirəm. Sizin hər birinizə can sağlığı arzulayıram, gələcək işlərinizə uğurlar arzulayıram və sözsüz ki, biz bir axırasından dedi ki, hissə kimlərsə bu işlə əziyyət çəkibsə, onların hamısının əziyyətləri qiymətləndirir. Həm rayon təhsil şöbəsi və təhsil şöbəsi eyni zamanda rayon təhsil işləri həmşələr tərəfindən həmişə bu sahədə qiymətləndirir və yüksək distansiyada da bunun qiymətləndirilməsi həmişə nəzərdə tutulur və Rasim müəllim bu işdə böyük uğurları var. Bilirsiniz ki, Rasim müəllim özü rayonumuza təhsilə rəhbərlik elədiyi müddətdə neçə dövlət mükafatlarının bizim təhsilçilərin alınmasına onun xidməti var, onun əziyyəti var. Mən buna görə də bir həmkarlar sədri kimi Rasim müəllimə çox böyük minnətdarlığımı bilirəm ki, bizim təhsilçilərini doğrudan da o işçilərin hamısının qiymətləndirilməsinə canla başla həmişə fədakərcəsinə çalışmışlar. Demək olar ki, çoxsuna nail olmuşdur və gələcəkdə də bu işi deməli həmişə davam etdirməyə Rasim müəllim biz söhbətdə də əmrdir və buna nail olacaqdır. Bugünkü tədbirdə də ən yaxşı tədbirdə fəal iştirakçısına görə biz rayon təhsil şöbəsi və həmkarlar ittifaqının
bircə fəxri fərmanını hazırlamışıq. Bunlardan bir neçə nəfəri deməli bu təsir, üçüncü konferansın işində əziyyət çəkənlərdən sözsüz ki, biz gələcəkdə təqdimat olarsa, biz yenə ofiislərdə hamısını biz deməli mükafatlandırmağa hazırın bir cavablandırırıq. Ben xahiş edirəm, biz bunları qeyd və Rasmanla xahiş edirəm ki, bu fəxri fərmanların verilməsinə biz yerinə nail olaq. Məhrumova Tünzara Aydın qızı, Topçu Kənd Orta Məktəbi İngilis dilində. Mükafat. Məmmədova Aynura adına adalet. Ləzzət və İqtamaq Gülaylı. Günyatova Dürvana Aydın qızı. Gülay Signal'ı. Tebrik ederim. Və məktəbin deməli təzyiq işləmsi direktor müavini Şirəliyev İzzət müavini. Tebrik ederim. Uğurlar. Və sözsüz ki, məktəbin direktoru çox işlər çox belə fəallıqla yanaşan müqatda Allah verdi və Xavər müəllimə və Xavər müəllimə biz Respublika Həmkarlar Komitəsinin belə bir deməli vonkeri var. Onu biz təqdim edəcək ki, məktəbə qoysun. Həmişə onu burada yad edilsin. Bir daha hər birinizi bu gözəl konferansda iştirakçınıza görə əziyyət çəkdirəcəyiniz bir daha hamınıza öz təşəkkürümüzü bildirir və konferansın və bundan sonraki bizim konferansların hamısına uğurlarımız. Çok sağ olun. Çok sağ olun Hafız Müəllim. Artıq o yaşadığımız həyatın arkada qaldı. Karşımıza güzel bir şey numunesi. Öyle müəllimə, xahiş edən panelimizdə olan bütün iştirakçıların hamısına bir daha təşəkkürümüzü çatdırın, minnətdarlığımızı bildirin ki, səbirlə dillərlərimizi və hesab edirik ki, biz bugün bu konferansda pedagojik hissi olarak neyse öğrendik, en büyük kazancımız oldu. Hamımıza müvəffəqiyyət, can sağlığı arz ediyorum. Sağ olun. Təbii ki, biz bir grup əməyi olan insanlar qiymətləndirdik. Ancaq mən görürəm, bir gözəl konferans seçib, əməyi olan insanlar çoxdur və söz verirəm ki, digər əməyi olan insanların da mütləq biz əməyini yaxın vaxtlarda qiymətləndirdik. Çox sağ olun, hər birinizə minnətdarım. Her birine aralıkta teşekkürümüzü bildirdik. En büyük teşekkürleri aldığı iştirakçıların en büyük teşekkürümüz oldu ki bugün rayonumuzda ilk defa olarak Azerbaycan'da böyle bir konferans başlattı ki beynəlxalq konferans geçirdi. Uzaq bir kənd məktəbində. Bak bu İsmail'in təmsilinin böyük təntənəsinin